Olub ki, atan səni bir özgəsinə ərə vermək istəyir. Kim deyir onu? Mən deyirəm, doğru yerdən bilmişəm. Axı atam mənə heç nə deməyib. Yəqin bugün deyər, bir də axı atan sənə nə deyəcək? Sənin borcu atanın sözünə qulaq asmaqdır. Yox Səfər, mən səndən başqası ərə getmək istəmirəm. Axı, o əl məndən dövlətlidir. Çox da mənə lazımdır. Məndən görsən.